ASTV xəbərin 16 buraxılışını izləyirsiniz. Studiyada Nərmin Xəlilovadır. Hər vaxtınız xeyir. Hörmətli tamaşaçılar, indi təqdim edəcəyimiz süjetdə Qəhrəman Həsənov qardaşlarından danışacağıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən Şamil və Familin həyat hekayələrinə nəzər salaq. Beyləqanın Kəbirli kəndində Həsənovlar ailəsində iki qəhrəman qardaş böyüyürdü. Famil və Şamil qardaşları. Eyni hərbi hissədə xidmət göstərən qardaşlar torpaqlarımızın azadlığı yolunda çiyin-çiyinə döyüşüblər. Səbirli, qayğıkeş, vətənpərvər və yardımsevər. Famil daha çox bu xüsusiyyətləri ilə seçilirdi. Onu hərbiyə vətənə olan sevgisi gətirmişdi. 9 il şərəflə vətənə xidmət göstərmişdi. Hərbi hissənin mina atan taborunda mina atan komandiri vəzifəsində xüsusi xidməti ilə seçilmişdi. Vətən müharibəsinin başlamasına 2 gün qalmış gizli rütbəsi almışdı. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Famil noyabrın 8-də şəhidlik zirvəsinə yüksəlib. Zəfər günündə Famil şəhid oldu. Qardaşı Şamil, Familin nəşin getdi. Famil subaydı. Famil mənim üçün həm oğludur, elə hər ikisi həm dostdular. Dost kimi, ata-bala dost kimi hərəkət edirdik biz. Şamil qardaşı ilə bağlı mənə deyirdi ata, başı uca tut. Uşaqlıqdan elə Şamil həmişə Famili qoruyur. Mən ikisi ilə də fəxr edirəm. Çox aniyyatıya bağlı körpələri, çox zəhmətli, çox ağıllı, çox belə qoçaq, savadlı uşaqlar idi ikisi də. İkisi də həmişə nə olsa ana, biz buradayıq, ana belə aniyyatıya bağlı uşaqlar idi. Famil və Şamil qardaşları aprel döyüşlərində də iştirak etmişdilər. 2020-ci il sentyabrın 27-sində Füzuli istiqamətində döyüşlərə qatılan qardaşlar Şuşayadək irəliləmişdilər. Mərd, vətənpərvər və cəsur. Şamil haqqında söz düşəndə isə daha çox bu sözləri deyirlər. Şamil çox yaxşı bir insan idi, həyat yoldaşı idi. Şamil 16-17 il idi, hərbidə idi. O, Famillə neçə il bir yerdə işlədilər. Döyüşlərdə də bir oldular, kursda da bir oldular. O Famil şəhid olandan sonra heç qəbullanmırdı. Deyirdi, kaş mən şəhid olaydım, Famil sağ olaydı. Mənim 2 körpəm var idi, o subay idi. Müharibəyə gedəndə antiterrorda, orada deyiblər ki, sən qardaşın şəhiddir, getmə. Deyib, yox, mən qardaşımın qisasını alacağım. Şamil ömrünün 17 ilini hərbiyə əsir edib. 2023-cü il sentyabrın 20-sində antiterror əməliyyatı zamanı şəhadətə yüksəlib. Famil sentyabrın 27-sində başlayanda mən gecə gəldim, baxdım, gördüm, yazır ki, telefonda Şuşa gözdə gəlirəm. Elə Şuşada da şəhid oldu balam Zəfər günündə. Şamilimin 2 dənə balası var, Ömərim, Kənanım. Çox şükür ki, onun 2 dənə balası var. Bizə hədiyyədir o. Həmişə torpaqlarımız uğrunda danışırdılar ki, bu torpaqları biz alacağıq. Eləcə də oldu, torpaqlarımızı aldılar. Famil o qədər cəsur, o qədər qorxmaz bir qardaşıdır ki, fəxr eləyirdik onunla. Eləcə də sonra qismət oldu. Allahın qisməti Şamilinə fəxr elədik. Həsənovlar ailəsi zəhmətlə böyüdüb boya başa çatdırdığı 4 övladından ikisini vətənə fəda edib. Bugün həmin övladları ilə qürur duyduqlarını deyirlər. Çünki bu 2 qardaşın hekayəsi təkcə bir ailənin deyil, bütöv bir xalqın qəhrəmanlıq dastanının bir parçasıdır. İndi Beyləqanda küçələrdən biri Şamilin, digəri isə Familin adını daşıyır. Famil ölümündən sonra vətən uğrunda, Şuşanın azad olunmasına görə, vətənə xidmətə görə, döyüşdə fərqlənməyə görə orden və medalları, Şamil isə vətənə xidmətə görə, vətən uğrunda, Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə, qüsursuz xidmətə görə orden və medalları ilə təltif ediliblər. Onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Şamilə Şamil qızı Kamran İsayev, ASTV xəbər.